İmamların qəbirlərini ziyarət etmək olarmı? Lazım da öyle, əziyyət nə çəksən, durub harası getməyə. Mən qəbirstanlığı ziyarət eləmək olar. Məsələn, aton, ananın qəbrini ziyarət edə bilərsən, babamın, nənənin, öz ətrafın. Orada gelsən, deməli, nəzir və qoyun kəsmək yox, nəzir atmaq yox, dua eləmək ki, Allah bağışlı onları və biraz deyən axirəti yada salmaq. Ona görə qəbirstanlığa gelmək yaxşıdır. Yaxşı əməllərdəndir. Amma yığışır, uzaq bir səfərə çıxmaq, kiminsə qəbrini ziyarət eləmək, hətta Peyğəmbərin qəbrinin o cür çıxmaq düzgün deyil. O ki, qaldı başqasının. Sadəcə Peyğəmbər sallallahu aleyhi ve sellem qəbrini ne üçün Mədinəyə gələn ziyarət edir? Mədinəyə gələndə. Mədinəyə gələndə, onda da girirsən, ziyarətdə necə salam verirsən, çıxırsın və salam. Amma durub gelmək, kiminsə qəbrini ziyarət eləməyə, uzaq bir səfərə lazım deyil.